Sözdən əmələ keç, sağlam qidalanmanı seç layihəsinin ilk mövzusu körpənin həyatında mühüm yer tutan və ilk qida olaraq qəbul etdiyi ana südüdür. Ana südü körpənin sağlam böyüməsi və inkişafı üçün ən təbii və faydalı qidadır. Həyatının ilk 6 ayında körpənin bütün qida ehtiyaclarını qarşılayaraq onun sağlamlığını təmin etmək üçün ideal qida mənbəyidir. Ana südünün tərkibində virus və bakteriyalara qarşı mübarizə apara biləcək antitellər var. Bu xüsusilə ilk süd olan kolostruma aiddir. Belə ki, kolostrumun tərkibində çoxlu miqdarda immunoqlobulin A və eləcə də digər antitellər var ki, ananın orqanizmi virus və bakteriyaların hücumuna məruz qaldığı təqdirdə həmin antitellər sintez olunmağa başlayır və ana südünün tərkibinə daxil olur. İlk 6 ay ərzində yalnız ana südü ilə qidalanan körpələrdə ani körpə ölüm halları və ya çox ciddi soyuq dəymə halları, qulaq, boğaz infeksiyalarına yoluxma halları, eləcə də eksema, diabet, leykoz, atopik artrit kimi xəstəliklərin yaranması riski olduqca aşağı olur. Təbii və zəngin tərkibi sayəsində ana südü başqa heç bir qida ilə müqayisə oluna bilməz. Ümumdünya Səhiyyə Təşkilatı ana südünün körpənin ilk 6 ayında yeganə qida mənbəyi olmasını tövsiyə edir. Bu dövr ərzində ana südü ilə qidalanan körpələr daha sağlam olur, həmçinin müxtəlif xəstəliklərə qarşı daha yaxşı müdafiə olunur. Ana südünün körpəyə verdiyi faydalar təkcə bununla yekunlaşmır. Ana südü həmçinin körpələrdə sağlam və normal çəki artımını təmin edir və piyələnmənin qarşısını alır. Bu, bağırsaqda olan bəzi faydalı bakteriyaların fəaliyyəti ilə əlaqələndirilir. Hansı ki, bu bakteriyalar orqanizmdə yağların depolanması prosesini tənzimləyir. Həmçinin o da müəyyən olunmuşdur ki, ana südü ilə qidalanan körpələrin orqanizmində süni uşaq qidaları ilə qidalanan körpələrdəkinə nisbətən leptinin miqdarı çoxdur. Leptin isə həm iştahanı, həm də orqanizmdə yağların toplanması prosesini tənzimləyən ən əsas hormondur. Ana südü həmçinin zehnin inkişafı, yəni beynin inkişafına da müsbət təsir göstərir və ana südü ilə qidalanan körpələr gələcəkdə yüksək intellektə malik olurlar və bu uşaqlarda davranışla bağlı problemlər və ya qavrayışla bağlı problemlərə daha az hallarda rast gəlinir. Qeyd edək ki, sözdən əmələ keç, sağlam qidalanmanı seç adlı layihə cəmiyyətdə sağlam həyat tərzinin təşviqini və düzgün qidalanma vərdişlərinin inkişafını hədəfləyir.